Salam dostlar. Bugün 2025-ci il Respublika Fənn Olimpiadasının yarım final mərhələsində istifadə olunmuş suallara baxacağıq. Birinci suala baxaq. Doğru fikri müəyyən edin. İstənilən coğrafi enlikdə okean səthində dərinliyə doğru hərəkət edən suyun temperaturu azalması müşahidə olunur. Bu yanlışdır. Məsələn, Şimali Buzlu okean deyərik ki, dərinliyə doğru temperatur artacaq. İstənilən məntəqə günəş şüalarının günorta vaxtı maksimum düşmə bucağı və ən yüksək orta illik temperaturu müxtəlif təqvim günlərində müşahidə olunur. Bəli, bu doğrudur. Tropik iqlim qurşağında yerləşən bütün ərazilərdə düz günəş radiasiyasının kəmiyyəti üstünlüyü təşkil edir. Bu yanlışdır. Çünki tropikin rütubətli tipində demək, yağıntı bol olduğu üçün orada buludluq olacaq, o səpələn radiasiya olacaq. Alüsovun iqlim təsnifatı ərazidə formalaşan temperatur şəraiti və hava kütləsinə görə aparılmışdır. Bəli, bu da doğrudur. Həm termik, həm də dinamik təzyiq qurşaqlarında qalxın hava yarana bilər. Bəli, bu da doğrudur. Məsələn, misal verək, ekvatorda alçaq təzyiq qalxın hava termikdir, amma mülayimlikdə dinamik təzyiq qurşağıdır. Orada da alçaq təzyiq qalxın hava. Okeanlarda səth və dərinlik su kütlələrinin temperaturun dəyişməsi yalnız egzogen, xeyr, endogen qüvvələrin də təsiri var. Doğru cavab da 2, 4, 5. 2, 4, 5, A bəndi. İkinci suala baxaq. Doğru olmayan fikri müəyyən edin. Burada sonda səhv salmayaq deyə doğrularla yanlışları. Ona görə qabağına doğru və yanlış yazacaq. Mülayim işıqlanma qurşağında isti, mülayim və soyuq istilik qurşağına rast gəlinir. Bəli, bu doğrudur. Qlasiologiya elmi qurun sularını öyrənir. Xeyr, bu buzdağı öyrənir. Yanlış. Vasyugan bataqlığı və Qaraqum səhrası cavan platformada yerləşir. Bəli, Vasyugan bataqlığı Qərbi Sibirdə, Qaraqum isə Turan ovalında. Hər ikisi də cavan platformadır. Ona görə bu doğrudur. Araçan qidalanmasının yeraltı suların payının üstün olmasının əsas səbəblərindən biri mənbəyində vulkanik suların üstünü təşkil etməsidir. Bəli, bu doğrudur. Bu ikinci dəfə düşür olimpiad suallarına. Şirvan üzündə axan bütün çaylar qidalanmasının yeraltı suların üstünü təşkil edir. Bu yanlışdır. Çünki burada Ağsusa yağış sularıdır. Yamacların istiqaməti qar xəttinin mütləq hündürlüyünə təsir etmir. Bu da yanlışdır. Çünki Qafqaz dağlarında da bunu görə bilərik. Yəni şimal yamacına cənub yamacı fərqlidir qar xətti. Demək, doğru olmayan dediyinə görə yanlışda götürdük. 2, 5, 6. Doğru cavab Y bəndi. 2, 5, 6. Sonra üçüncü suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Pasxa adası yazır ki, demək, divergent zonunda yerləşir. Bəli, doğrudur. Kore yarımadası konvergent yazıb yanlışdır. Azor adası divergentdir. Doğrudur. Cavan platformalar konvergentlərdir. Xeyr, ümumiyyətlə platforma konvergentdə yerləşmir. Nə də divergent yerləşmir. Yanlışdır. Dərin okean novları divergent yazıb yanlışdır. Dərin okean konvergentdə yerləşir. Çünki okean tabası nəzik olsun, materik tabasının altına gömülür. Tangenika gölünün çuxuru divergent zonunda yerləşir. Doğrudur. Demək, doğru uyğunluğu deyir. 1, 3, 6. Doğru cavab B bəndi. Növbəti suala baxırıq. Cədvəldə əsasən uyğunluğu müəyyən edin. Baxaq. Belçika həm monarxiyadır, idarətin formasına görə monarxiya, inzibati ərazisinə görə federativdir. Doğrudur. Bir doğrudur. Butan monarxiya Minsk qoyub. Əslində Butan mütləq monarxiyadır. Ona görə bu yanlışdır. Laos monarxiya yazıb. Bu yanlışdır. Laos monarxiya deyil. Kamboca monarxiyadır. Bəli, doğrudur. Malaziya monarxiya və federativ. Demək, idarəti forma monarxiya, bəli, inzibati ərazi quruluşuna görə federativ doğrudur.
Birləşmiş Ərəb Əmirlikləri monarxiyadır, bəli, amma federativ, həm də federativdə orada minus yazıb deyə, ona görə bu olacaq yanlış. Demək, doğru cavab oldu 1, 4, 5. 1, 4, 5 A bəndi. Növbəti sualla baxaq. Doğru fikri müəyyən edin. Günəş 20 dərəcə şimalində zənitdə olduğu vaxtdan 25 gün sonra 23,5 dərəcə şimalində zənitdə olur. Bu yanlışdır. Çünki Günəş 4 günə 1 dərəcə hərəkətləyir. Bu da hesabdan doğru gəlməyəcək. Böyük Qafqaz təbii vilayətində metamorfik mənşəli suxurlar rast gəlinir. Bəli, doğrudur. Çünki məsələn burada deyə bilərik ki, mərmər deyə bilərik, hətta çəhrayı mərmər. O da metamorfikdir. Qubada yerləşir. Kür çökəli təbii vilayətindən Gürcüstan Respublikası ilə sərhəddə olan bütün hissələrdə yalnız yarım sərhəd quru çöl iqliminə rast gəlinir. Bu da yanlışdır. Çünki Qanı Xəyrəçayda da, İstir-Qazax tərəfində də mülayim iqlimdir. Bu da yanlışdır. Bənd yazılmayıb, çay şəbəkəsinin ən sıx olduğu ərazi. Yəni, bu da yarımsız sualdır zaten, bu da yanlışdır. Orta duzluğu ən yüksək olan okean Atlantik okeandır. Orta duzluğu, bəli, bu doğrudur. Çünki ən enli yeri tropiklərdə olduğu üçün. Körpələrin uşaq müəssisəsinə cəlb edilməsi demoqrafi böhranın aradan qaldırılması tədbirlərinə hesab edilir. Bu da doğrudur. Doğru cavab oldu 2, 5, 6. Yəni C bəndi. 6-ya baxırıq, 6-cı suala baxaq. Qafqaz dağlarının cədvəldə göstərilən dağlarla oxşarlığını müəyyən edin. Bütün doğru fikirləri seçin. Pamir. Dünya okeanına çıxışı olan ölkə ərazisində yerləşir. Bəli, Qafqazla Pamirin oxşar cəhədidir. Qafqaz Rusiyaya götürsək, orada dünya okeanına çıxışı var. Pamir də Pakistan götürsək, bəli, doğrudur. Subnival və nival landşaftda rast gəlinir. Bəli, bu hər ikisində rast gəlinir. Federativ inzibati ərazi quruluşuna malik olan ölkə arasında yerləşir. Bəli, bu da doğrudur. Beyançı dövlətləri yenə götürsək, yəni Rusiya o tərəfində, Hindistan, Pakistan. Tian-Şan dağlarından Qafqaz dağlarına oxşar cəhətdir. Çayların yalnız axarış hövzəyə aiddir. Bu Tian-Şan dağlarına aiddir. Yəni Tian-Şan dağlarında bütün çaylar axarış hövzəyə aiddir. Məsələn, Sırdarya çayı deyə bilərik. Qafqaz dağlarında isə Qara dənizə tökülən çaylar var. Bu yanlışdır. Altay dil layihəsinə mənsub olan xalqlar yaşayır. Bəli, bu da doğrudur. Hər ikisində yaşayır. Həm yarım səhra, həm də nival landşaft mövcuddur. Bəli, bu doğrudur. Skandinaviyada Qafqaz dağlarına oxşar xüsusiyyəti, buzlar mənşəli göllər rast gəlinir. Bəli, Azərbaycan Tufan göl deyə bilərik. Orada da Skandinaviyada zaten buzlaşma mövcud qaldı. Göllərin çoxusu buzlar mənşəlidir. Sonra ərazisində axan çayların tökülü su hövzəsi qış aylarında buz bağlayır. Bəli, hər ikisi qış aylarında, il boyu demir, qış aylarında dediyi üçün doğru götürürük. Ətəklərə mülayim kontinent iqlim tipindən rast gəlinir. Bəli, həm Qafqaz dağlarının, həm də Skandinav dağlarının. Demək, doğru cavab 1-ə A, B, C, 2-ə B, C, 3-ə də A, B, C. İndi baxaq doğru cavablara. Hansı bənddir? A, B, C, B, C. Aha, doğru cavab B bəndi. B bəndi biraz tam düşmədi. Bunu silək. Getdi. 7-ci suala baxırıq. Cənubi Afrika Respublikasının cədvəldə göstərilən ölkələ oxşarlığını müəyyən edin. Misirlə oxşarlığına baxaq. Həm mülayim, həm də tropik işıqlanma qurşağında yerləşir. Bəli, Carı şimalından cənub tropik əsir. Misirdə şimal tropiki, şimal hissəsindən. Ona görə A doğrudur. Ərazisindən axan ən uzun çay Atlantik okean hövzəsinə aiddir. Bəli, Misirdə Nil, Carda isə Oranjuy, yəni Narın çayı. Sitrus bitkisiliyi üstünü təşkil edir. Bəli, hər ikisində subtropik Araq dənizi tipi var deyə, ona görə bu da doğrudur. Demək, indi Car ilə İspaniyaya baxırıq, oxşar xüsusiyyətləri. Qeyrimi qrupuna daxildir. Bu yanlışdır. İspaniya qeyrimi daxil deyil. Materikin ucqar nöqtələri yerləşir. Bəli, doğrudur. Anklav dövlətləri həmsərhəddir. Car deyə bilərik, amma İspaniya yanlışdır.
Sonra keçdik Hindistan ilə Cənubi Afrika Respublikasının oxşar xüsusiyyətləri. Tropik iqlim qurşağında tam zolaq təşkil edir. Bu yanlışdır. Çünki orada Hindistanda tropik kəskin subekvatorial daxil olur. Qədim dağlar rast gəlinir. Qədim dağlara rast gəlinir. Bəli, həm Hindistanda, həm də Carda. Hindistanda Baykaldan əvvəlki dağlardır. Var hətta. O da olimpiyada növbət digər olimpiyada suallarına düşüb. BRICS təşkilatına üzvdür. Bəli, hər ikisi. Demək, 1 oldu A, B, C, 2 oldu B, 3 oldu B, C. Yəni doğru cavab A bəndi. 8-ci suala baxırıq. Demək, Qızılağac Milli Parkı Kür Araz Fiziki Coğrafi rayonunda yerləşir. Bəli, bu doğrudur. Çünki Kür Araz Fiziki Coğrafi rayonu dediyi üçün. Yəni, iqtisadi rayon demir. Ona görə bu doğrudur. Zaten iqtisadi yoxdur. Şəki inzibati rayon ərazisi yalnız 2 fiziki coğrafi rayonda yerləşir. Bu yanlışdır. 3 inzibati rayonda yerləşir. Zaqatala Balakən inzibati rayonlar arasında Yura dövrün çöküntüləri Tavaşı dövrün çöküntüləri ilə müqayisədə daha çox ərazidə yayılmışdır. Bəli, bu düzdür. Çünki bunlar yüksək dağ, daha çox hissəsi yüksək dağda düşür. Bizə demişdik ki, yüksək dağda Yura, orta dağda isə Tavaşı suxulları yayılmışdır. Ona görə doğrudur. Böyük Qafqaz təbii vilayəti su buzlaq mənşəli göllərə rast gəlinir. Bəli, doğrudur. Tufan göl. Culfa şəhər ərazisində orta illik temperatur Ağcabədi şəhərdə eyni göstərilərdən daha yüksəkdir. Bu yanlışdır. Orta illik dediyi üçün yanlışdır. Göyçay gölü axarsız göl hesab edilir. Bu yanlışdır. Çünki Göyçay gölündən Zəngir çayı başlayır. Yanlışdır. Yəni doğru cavab oldu 1, 3, 4. 1, 3, 4 D bəndi. 9-cu suala baxaq. Doğru olmayan fikri müəyyən edin. Xəzər dənizində yerləşən Kulalı və Durnev adları Qazaxıstan dövlətinə məxsusdur. Bəli, bu doğrudur. Niger, Yukon, Daugava, Qərbi Divina və San Francisco çayları transsərhəd çay hesab edilir. Bu yanlışdır. Çünki burada San Francisco Braziliya arasındadır. Yanlışdır. Transsərhəd də nə idi? Bir su hövzəsindən bir neçə dövlət istifadə edirsə transsərhəd adlanır. Alyaska, Kamçatka, Yutlandiya və Apenin yarımadasında neotektonik proseslər üstünlüyü təşkil edir. Bu da yanlışdır Yutlandiyaya görə. Atlantik okeanında tropik səhra iqlim tipinə rast gəlinir. Bəli, Afrikanın qərb hissəsində deyə bilərik. Bu doğrudur. 4 doğrudur. Lena çayın bir çox qolları Verxyansk dağlarından başlayır. Bəli, bu da doğrudur. Anqara və Aldan çayları Yenisey çayının su toplayıcı hövzəsinə aiddir. Bu yanlışdır. Bura Anqara daxildir, amma Aldan yox. Yanlışları deyir deyə, doğru olmayan, demək 2, 3, bir də 6 doğru cavab C bəndi. 10-cu suala baxırıq. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasında ən az fərqin olduğu coğrafi enlikdə yalnız bir iqlim qurşağına rast gəlinir. Bu yanlışdır. Çünki orada ekvatorial və subekvatorial var. Yanlışdır. Qabağına doğru yazıb. Mesopotamiya ovağında buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq La Plata ovağından daha yüksəkdir. Bu doğrudur. Çünki biz demişdik ki, buxarlama ilə buxarlanma qabiliyyəti arasında fərq ən yüksək səhra və yarım səhralarda olur. Doğrudur ona görə. Cənubi Amerika materikinin ucqar şimal nöqtəsi Avrasiya materikinin ucqar cənub nöqtəsindən daha cənubdadır. Bu fikir də yanlışdır. Yançı və Xuanxe çayları Şərqi Çin dənizinə tökülür. Bu da yanlışdır. Çünki Xuanxe sarı dənizə tökülür. Zaten sözün də mənası sarı su deməkdir. Lios yaylasından gəlir də o çöküntülər gətirir.
Ona görə yanlışdır. Bu demək Şərqi Çinə yox, deyir ki, Sarı dəniz tökülür. Asiya qitəsində həm sönmüş, həm də fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bəli, doğrudur. Kalimantan adası yalnız iki ölkənin ərazisində yerləşir. Bu da yanlışdır. Çünki Kalimantan adası İndoneziya, Bruney və Malaziya arasında yerləşir. İndi bizdən buradan uyğunsuzluğu soruşur. Demək, biri götürəcəyik uyğunsuzluğu. Deyir, sonra götürəcəyik 2-ni, çünki doğru olduğu halda yanlış yazıb. 2, bir də 6-nı götürəcəyik. Yanlış olduğu halda doğru yazır. Yəni 1, 2, 6 doğru cavab hani 1, 2, 6 Y bəndi. Növbəti testə baxırıq, 11-ci testə. Cədvəldə uyğunsuzluğu müəyyən edin. Dəniz transkriyasiya ilə başlayan geoloji proses nəticəsində daş kömür yataqları yaranmışdır. Bəli, bu doğrudur. Çünki yer səthində temperatur və rütubət artır, ağac örtüyü yaranır. O da daş kömürün yaranması səbəb olur sonunda. Aralıq və Qara Çukot dənizləri eyni qitənin sahillərini yuyur. Bu da doğrudur. Ölkəmizin ərazisinin 31% okean səviyyəsindən aşağı yerləşir. Bu yanlışdır. 18%dir burada. Burada yanlış yazaq. Ölkəmizin fiziki səthinin sahəsi həndəs səthinin sahəsindən daha böyükdür. Bəli, doğrudur. Fiziki səthinin sahəsi deyəndə dağlar düzənlikdə hamısı hesablanır. Amma həndəs səth deyəndə ölkə ərazisi müstəvi kimi qəbul olunur. Ona görə bu da doğrudur. Dağ qisəli landşaft böyük Qafqaz və Kiçik Qafqaz dağlarında qurşaq təşkil etmir. Etmir deyə bu da doğrudur. Qızılca, Ruvaruz, Zuvan daşaltı yasaqları eyni tökdüyün zonda yerləşir. Bəli, demək Qızılca Gədəbəydədir, Ruvaruz Lerikdə, Zuvan Lerik yardımda, daşaltı da Şuşada yerləşir. Bunlar da hamısı Kiçik Qafqaz tektonik zonasına aiddir. Bu da demək doğrudur. İndi uyğunsuzluğu deyir deyə ona görə baxaq. Birdə doğru olduğu halda yanlış yazılıb. Demək doğru biri götürəcək burada. Bir də götürəcək. Demək 3-ü götürəcək. Bir də 5-i götürəcək. Çünki doğru olduğu halda yanlış yazılıb. 1, 3, 5. 1, 3, 5 doğru cavab deyil bəndi. Növbəti suala baxırıq. Qazax iqtisadi rayonu ilə Qarabağ iqtisadi rayonunun oxşar xüsusiyyətləri. İki xarici ölkə ilə həmsərhəddir yazır. Burada Qazax Tovuzda bəli, düzdür, 2 ölkə ilə, amma Qarabağ iqtisadi rayonunda yanlışdır. Çünki oradan demək daşkəsinə görə yenə sərhəd ola bilmir. Qarabağ iqtisadi rayonunda. Yəni Ermənistan sərhəd deyil, cənubdan o İranla. Ona görə bu yanlışdır. Neft ehtiyatlı mövcuddur. Bəli, doğru cavab 2 doğrudur. Çünki neft ehtiyatlı Qarabağda tərəfdədir. Qazax Tovuzda da Ceyran çöldədir. Şərqi Zəngəzur iqtisadi rayonu həmsərhəddir. Daha çox bu da Qarabağ sərhəd deyil. Yəni yanlışdır. Çünki bayaq dedik onu daşkəsənə görə. Yayı quraq keçən mülayim isti iqlim tipinə rast gəlinir. Yayı quraq keçən mülayim isti tipinə rast gəlinir. Bu yanlışdır. Heç birinə aid deyil, orta cəhət deyil. Bedinə rast gəlir, bəli, faydalı qazıntılar və yarım səhra zonası olduğu üçün var, bəzi yerdə var. İşğaldan azad edilmiş ərazilər mövcuddur, bəli. Demək 2, 5, 6. 2, 5, 6 Y bəndi. 13. Uyğunsuzluğu müəyyən edin. 3 yarımkürə yerləşir. A ölkəsinə aid verilmiş fikirə əsasən A ölkəsi ilə bağlı cədvəldə uyğunsuzluğu müəyyən edin. 3 yarımkürədə yerləşir və sahillərini yalnız bir okean suları yuyur.
Litosfer tavalar konvergen sərhədində yerləşsə də, divergen sərhədində yerləşən adası mövcuddur. Quruda həm sərhəd olduğu ölkənin yalnız birinin sahilinə iki okean suları yuyur. Əhalisi xristian dininə sitayiş edir. Çayları iki okean hövzəsinə aiddir. Burada söhbət Ekvadordan gedir. Ona görə indi başlayaq. Çünki üç yarımkürə yerləşir. Şimal, cənub və qərb. Sahillərində bir də Sakit okeanı yuyur. Litosfer tavalar konvergen sərhədində yerləşir. Divergen sərhədində yerləşən adası Galapagos adası divergen sərhəddə yerləşir. Qurudan həmsər olduğu ölkənin yalnız birinin sahillərini iki okean suları yuyur deyə. Bu da Kolumbiyadır. Sonra əhalisi xristian dininə sitayiş edir. Bəli, çayları iki okean hövzəsinə aiddir. Yəni Atlantik və Sakit okeana. Günəş zenitdə olur. Yanlış yazıb qabağına. Əslində isə bu doğrudur. Uyğunsuzluq götürəcəkdir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bəli. Gecə günü adi növləşməsi pozulur. Bu yanlışdır. Adi növləşmə qütb işıqlama quşağında pozulur onsuz da. İspan dilli ölkədir. İspan dilli ölkədir. Bəli, doğrudur. Bəzi hissələrin günəş zenitdə olmur. Yanlışdır. Zəngin neft ehtiyatına malikdir. Bəli, qurda çıxarılır. Qurdan çıxarılır. Bu da doğrudur. Demək, uyğunsuzluğu deyir deyə, buradan yanlışları götürəcəyik. Yanlışlar. Yəni, olacaq 3-lə bir də 1. Çünki doğru olduğu halda yanlış yazılıb. Bir də götürəcəyik nəyi? Yox, 4-ü götürəcəyik. Burada ikisi də yanlışdır, yanlış düz yazılıb. 4-ü götürəcəyik. 4. Çünki doğru olduğu halda yanlış yazılıb. Bir də 5-i yanlış olduğu halda doğru yazılıb. Demək, 1, 4, 5. Doğru cavab. 1, 4, 5. 1, 4, 5. Yəni, baxaq görək 1, 4, 5 hansındadır? 1, 4, 5 D bəndi. Gözəl. 14-cü suala baxırıq. Mətndə verilmiş A dağı ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin. Baxaq. Ərazisi 2 yarımkürədə yerləşən A dağının mütləq hündürlüyü Atlas dağının mütləq hündürlüyündən daha çoxdur. Yəni, Atlas dağının mütləq hündürlüyünə qədərdir 4165. Bir neçə ölkə ərazisində yerləşir. A dağı mülayim işıqlama qurşağında yerləşir. Ərazisində konstitusiya, monarxiya, idarə forması malik olan ölkə yerləşir. Yerləşdiyi qitədə yalnız 3 ölkə 3 yarımkürə yerləşir. Burada doğru dağ hansının dağdan söhbət gedir? Alp. 4807, həqiqətində 4165-dən böyükdür. Ərazisində 3 ölkə, yalnız 3 ölkə 3 yarımkürə yerləşir deyə İspaniya, Fransa, Böyük Britaniya. Aha. İndi dağı müəyyən etdik, baxaq. Ərazisində axan çaylar bir neçə dənizə tökülür. Bəli, doğrudur. Ən yüksək zirvəsi monarxiya, idarətin formasında malik olan ölkə ərazisində yerləşir. Bu yanlışdır. 40 dərəcə enliyi ilə kəsişir. Bu 40 dərəcə enliyi kəsişir. Yanlışdır. Ətəklərində yarım səhra landşaftı qurşaq təşkil edir. Bu da yanlışdır. Arktik hava kütlələrinin təsirinə məruz qalır. Arktik hava kütlələrinin təsirinə məruz qalır. Bəli, doğrudur. Şimaldan gələn hava kütlələrinin. Tektonik mənşəli göllər mövcuddur. Bu da doğrudur. Demək, buradan uyğunsuzluğu deyir deyə 2 olacaq. Yanlış olduğu halda doğru yazıb. 3 olacaq. Yanlış olduğu halda qabağına doğru yazıb. Doğru. Və 6. 2, 3, 6. 2, 3, 6 B bəndi. Növbəti suala baxırıq. 15-ci sual.
Demək, Euler-Venn diaqrama əsasən uyğunluğu müəyyən edin. Mənsəbinin yerləşdiyi ölkə bir qitədə yerləşir. Bu gedəcək, demək, hara? Nillə Leneyə gedəcək. İki qitə. Çünki orada Rusiya, Avropa və Asiya qitəsində, həmçində Misir oradan qitə olaraq Asiya qitəsi ilə Afrikada. Yəni 3-ə gedəcək A. 3-ə A. Stoplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Bu uyğun gələcək, demək, Misir, Paranellinə, o da B bəndi. Yəni B bəndi uyğun gələcək 4-ə B. Keçdiyi bütün ölkə respublika idarə formasına malikdir. O da C-yə, 1-ə uyğun gələcək. Mənsəbinə doğru, mənsəbində günorta vaxtı günəş il boyu cənub tərəfdə görünür. Bu da uyğun gələcək 2-yə D. Stoplayıcı hövzəsi 2 yarımkürədə yerləşir. Bu da heç birinə uyğun gəlmədi. Heç birinə uyğun gəlmir. Onda nə olacaq cavab? 1-ə C, 2-ə D, 3-ə A, 4-ə B. Doğru cavab B bəndi. 16-ya baxırıq. Uyğunsuzluğu müəyyən edin. Bunu da qarşısında doğru yanlış yazacaq ki, sonra seçəndə səhv etməyək. Əhalinin hal-hazırdakı demoqrafik göstəricisi nəzərə alsaq, 2030-cu ildə dünya əhalisi ölənlərin mütləq sayı 2024-cü ildəkindən daha çox olacaq. Bu doğrudur. Demoqraf böhran yalnız inkişaf etmiş ölkələrdə rast gəlinir. Bu da yanlışdır. Yəni, inkişaf etməkdə olan ölkələrdə də demoqraf böhran var. Afrikada uşaqlar və yaşlıların xüsusi çəkisinin cəmi orta yaşlılardan daha çoxdur. Bu da yanlışdır. Çünki Afrikada yaşlıların sayı daha az olduğu üçün yanlış. Bu cümlə səhv olacaq. Onun da səbəbi Afrikada ağır iş şəraiti, qida rasionunun kifayət qədər olmaması, səhiyyənin aşağı olması və s. Ölkəmizdə iqtisadi inkişafın 4-cü mərhələsində iqtisadi böhran baş vermişdir. Bəli, bu neftin qiyməti ilə əlaqədar olan qəfil düşməsi nəticəsində baş verdi. Bu doğrudur. G20 ölkələr qrupuna aid olan bütün ölkələr demoqratik keçidin 4-cü mərhələsindədir. Bu yanlışdır. Bəli. Hal-hazırda dünya əhalisinin ən az hissəsi xidmət sahələrində çalışır. Bu da yanlışdır. Çünki biz inkişaf etmiş ölkələr, yəni bütün Avropa götürsək, ümumiyyətlə, Amerikada, yəni ABŞ, Kanada götürsək, onlarda əhalinin böyük əksəriyyəti xidmət sahələrində çalışdığına görə, dünya üzrə əhalisində isə ən az xidmət sahəsində fikri yanlış olur. Yəni, burada nəyə uyğunsuzluğu götürəcək deyə, doğrunun altından yanlışlar götürəcək demək ki. Demək olacaq 2, 3. Yanlışın da altından doğruyu götürəcək. 2, 3 və 4. Yəni 2, 3 və 4. 2, 3, 4. Yəni C bəndi. 16. 17-ci suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. 3 yarımkürədə yerləşən ölkələrin əksəriyyəti Afrika materikində yerləşir. Bəli, bu doğrudur. Buna plus yaza bilərik də. Çünki ekvator və Qrimsin kəsdiyi ölkə daha çoxdur. Mərkəzi Asiya regionu yalnız bir ölkənin quruda həmsərhəd olduğu heç bir ölkənin dünya okeanına birbaşa çıxışı yoxdur. Doğrudur bu, çünki Özbəkistan nəzərdə tutur bu yəqin ki, bəli, doğrudur. Dünyanın ən böyük boks hasilatı rayonu Avstraliya Arnhem-Land yarımadasındadır. Bu yanlışdır, Arnhem-Land yox, York olması lazım.
Yanlışa bax. Hindistan dünyanın ən böyük neft idxalçılarından biridir. Bəli. Bu doğrudur. Yəni doğru hesablaşır. Almaniya, Avstriya və Pakistan dünyanın ən əsas taxıl istehsalçılarından hesab olunur. Almaniya, bəli. Bu da doğrudur. Valdis, Kure və Damper limanları federal ölkə ərazisində yerləşir. Valdis ABŞ-da federativdir, Damper Avstraliyada federativdir, Kure isə Yaponiyada federativ deyil, yanlışdır. Yəni doğrudan doğruya götürsək, yanlışdan yanlış olacaq 1, 2 və 1, doğrudan 1, 2 və yanlışdan yanlış 6, 1, 2, 6, A bəndi. Növbəti testə, 18 testə baxırıq. Hindistan, cədvəl əsasına uyğunluğu müəyyən edin. Hindistan və Almaniya ərazisində Hind və Qanq çayları mənsəbi yerləşir. Bu yanlışdır, çünki Hind çayının mənsəbi Pakistandadır. Bu neçə dəfə olimpiada suallarına düşüb. Bu yanlışdır. Myanma ilə quru sərhədində mövcuddur. Hindistanın bəli, doğrudur. Ərazisindən subtropik iqlim qurşağına rast gəlinir. Ərazisindən subtropik, bəli, doğrudur. Çünki orada tropik əslir, birbaşa subekvatorial subtropik bir-birinə qovuşur, rast gəlinir. Milli etik əlamətinə görə federativdir, bəli. 3 dənə dövlət idi, milli etik əlamətinə görə federativ var. Hindistan, Nigeriya və Rusiya. Şimal-şərq hissəsində səhralar geniş sahə tutur. Şimal-şərq yox, şimal-qərb hissəsində. Yanlışdır. Demək, Almaniya baxır. Ərazisindən axan əksər hissəsi mülayim dəniz iqlim tipində yerləşir. Bu yanlışdır. Mülayim dəniz yox, mülayim kontinent olacaq. Həm cavan, həm də qədim dağlara rast gəlinir. Bəli. İslandiya ilə eyni dil qrupuna aiddir. Bu doğrudur, çünki ikisi də Germandır. Avropa qitəsinin ən uzun çayı olan Dunayın mənbəyi yerləşir. Dunayın mənbəyi yerləşir, amma Dunay Avropanın ən uzun çayı deyil. Bu da yanlışdır. Paytaxtda əhalisi ən çox olan şəhərdir. Doğrudur. Yəni, birə uyğun gəldi B, C, D. B, C, D. Sonra 2-yə də uyğun gələcək. B, C, Y. B, C, Y. Doğru cavab onda olacaq D bəndi. Növbəti suala baxaq. 18-ə baxdıq. Növbəti sualımız isə 19-cu sualdır. Baxaq. Çox getdi. Doğru fikri müəyyən edin. Tovuz inzibati rayonu ərazisi 3 fiziki coğrafi rayonun ərazisində yerləşir. Bəli, doğrudur. Ağsu və Qarqaraçayın qidalanmasını yeraltı sular təşkil edir. Yanlışdır. Biz bayaq dedik, Qarqaraçayda, Ağsu çayda yağış sularıdır. Yanlış deyil. Bəndəvan və Körçay yasalında ceyranlılar və su quşları qorunur. Bəli, Bəndəvan demək Qaradağ rayonunda, Körçay isə Goranboy rayonundadır. Bu doğrudur. Ölkənin ərazisi yalnız Kaynoza erasının vulkanik sularına rast gəlinir. Yanlışdır. Xəzər dənizinin gölünün səviyyəsi indikindən 300 metr aşağı düşərsə, Türkmənistan və Azərbaycan arasında quru yolu mövcuddur. Bəli, Xəzər dənizi çünki Türkmənistanla Azərbaycan arasında olan hissəsi dayazdır. Elə 200-300 metr aralığındadır. Şimal hissəsi ən dərin yeri 25-dir. Amma cənub hissəsində isə ən dərin yeri Lənkərandır, 1025-dir. Ona görə bu doğrudur. Xəzər dənizi Sarmat dənizinin qalığı hesab edilmir. Bu yanlışdır. Demək, doğru edir də 1, 3, 5, 1, 3, 5, Y bəndi. 20-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Bütün doğru cavabları seçin. Qara dəniz, Boğaz vasitəsilə əlaqəsi olan qonşu dənizlərə görə sahəsi daha böyükdür. Boğaz vasitəsilə əlaqəsi olan qonşu dənizlərə görə sahəsi daha böyükdür. Bəli, bu doğrudur. A bəndi doğrudur. Həm şimal tərəfdən, həm də cənub tərəfdən cavan dağlar
dağlar əhatə olunub. Düzdür, yəni həm şimaldan, həm də orada Qafqaz dağları götürə bilərik. Orada da Pont götürə bilərik Türkiyə arasında. Baltik həm şimal dənizi ilə şimal dənizi ilə həm kanal, həm də boğaz vasitəsilə əlaqəsi mövcuddur. Baltik dənizi, bəli, oradan Kil kanalı, həm də Skagerrak Kattegat boğazı vasitəsilə. Düzdür. Coğrafi mövqeyinə daxil dəniz olduğu üçün suvarmada istifadə olunur. Bu yanlışdır. Ümumiyyətlə, dənizlər suvarmada istifadə oluna bilməz. OET deyil. Amundsen dənizi ilə həmsərhəddir. Bu yanlışdır. Yəni, Lazarev dənizi ilə həmsərhəddir. Ona görə bu getdi. AB-nə getdi. Səthində albedo yüksəkdir. Bəli, bu örtüyü var da. Doğrudur. Yəni, 1-ə AB, 2-ə A, 3-ə də B bəndi. Yəni, doğru cavab C bəndi olacaq. Növbəti 21-ci suala baxaq. 21-ci sual yəqin ki, yuxarıdadır. Doğru fikir müəyyən edin. Şimal buzlu okeanda isti okean cərəyanlarına rast gəlinmir. Bu yanlışdır. Məsələn, Nordkamp cərəyanı deyə bilərik. Sara və Karib dənizi coğrafi mövqeyinə görə kənar dəniz hesab olunur. Sarı və Karib dənizi. Bəli, ikisi də kənar dənizdir. Doğrudur. Benqal körfəzinin orta duzluğu Karib dənizinin orta duzluğundan daha aşağıdır. Bəli, çünki ora çox böyük çaylar tökülür. Qanq, Brahmaputra çayları ola bilər. Ona görə. Şimal buzlu okeanın orta duzluğu 15 promildir. Xeyr, bu çox az göstərir. Bu da ən az bir 33-32 promildir var. Bu da yanlışdır. Okean tipli litosfer tavan toqquşma nəticəsində dərin okean novları yarana bilər. Okean tipli litosfer tavalarının. Bəli, doğrudur. Oxot dənizi və Lena çayının deltası gecə və gündüzün adi növləşməsi pozulmur. Yanlışdır, pozulur. Xüsusilə Lena çayında. Demək, 2, 3, 5. Doğru cavab Y bəndi. 22-ci suala baxırıq. Doğru fikri müəyyən edin. ABŞ-da subtropik iqlim qurşağında yayıldığı ərazidə səhralar rast gəlinir. Bəli, məsələn, neydi orada? Sonor səhrası. Çünki o ABŞ-la Meksika sərhədindədir. Subtropik zonda yerləşir. Düzdür, bir doğrudur. Çaylara iki okean hövzəsinə aid olan Perunun sahillərini bir okean yuyur. Sahilləri iki okean... Bəli, aha, doğrudur bu. Kür çayının hər iki sahilində yerləşən bütün inzibati rayonlar okean səviyyəsindən aşağıda yerləşir. Xeyr, qərb tərəfdəki rayonlar okean səviyyəsindən yuxarıdır. Avropanın bütün ölkələrində friksiyon işsizlik mövcuddur. Bəli, doğrudur. Albaniya və İrlandiya Şengen zonasına daxildir. Yanlışdır. Yer kürəsinin bir ildə düşən atmosfer çöküntü miqdarı ilə buxarlanan suyun miqdarı arasında kəskin fərq var. Bu yanlışdır. Bərabərdir bunlar. Demək, 1, 2, 4. 1, 2, 4. Doğru cavab B bəndi. 23-cü suala baxaq. Cədvəldə əsasən uyğunsuzluğu müəyyən edin. Dil ailəsi, dil qrupları və xalqlar doğru və yanlışını müəyyən edər. Uyğunsuzluğu deyir. Aha. Ona görə qabağına biz yazaq, doğru yanlışdan yazaq ki, yanlış olmasın. Demək, Hind, Avropa, İran dil ailəsinə. Demək, Kürdlər və Taciklər İran dil qrupunun Hind Avropa ailəsinə aiddir. Doğrudur, bəli, qabağında doğru yazıb. Yəni, belə yazaq da bunu. Bu doğrudur. Ural, Fin-Uqor. Demək, Estonlar və Latışlar Fin-Uqor dil ailəsinə, Fin-Uqor dil qrupuna, Ural dil ailəsinə aiddir yazıb. Burada Latışlar yanlışdır, çünki onlar Baltikə aiddir.
Baltik dil qrupuna aiddir. Demək, Osetinlər və Ləzgilər yazıb ki, Naxçıvan və Qafqaz. Burada Osetinlər pozur, çünki yanlışdır. Çünki Osetinlər hansına aiddir? Osetinlər İrana aiddir. İran. Demək, burada nə oldu? Yanlış. Yanlış. Altay, demək, Şorlar və Buryatlar. Şorlar və Buryatlar Türk dil qrupunun Altay dil layihəsinə aiddir. Bu doğrudur. Doğrudur. Amma qabağına yanlış yazıb. Buna fikir verək da. Demək, Bengallar və Əfqanlar Hind-Arya dil qrupu və Hind-Avropa dil layihəsinə aiddir. Bu doğrudur. Yəni, doğrudur. Kartvel, Cənubi Kartvel, Gürcülər və Avarlar. Burada Avarlar. Bu, Şimali Qafqazdan Naxçıvandır. Ona görə demək, uyğunsuzluğu müəyyən edindir. Onda olacaq 2, 3, bir də 6. 2, 3, 2, 3, bir də 6. 2, 3, 6. Deyibəndi. 24-cü sual. Uyğunluq gözlənmişdir. Galapagos adaları və yaxud da Ekvatorda litosfera divergen sahəsində yerləşir. Bəli, aid olduğu ölkə Aladi təşkilatına üzv deyil. Yanlışdır burada, deyil yazına görə. Slovesiya 3 yarımkürədə yerləşir. Aid olduğu ölkə federativ inzibati ərazisi quruluşuna mənsubdur. Bu yanlışdır, çünki bu İndoneziyada yerləşir, səhvdir. Saxalin tayqa təbii zonası yayılmışdır. Mülayim iqlim qurşağının musson tipində yerləşir, doğrudur. Nyasa gölü Malav, Mozambik, Tanzaniya sərhədində yerləşir, doğrudur. Zambiya çay toplayıcı hövzəsinə aiddir, bu da doğrudur. Anadı yaylası Kimmer qırışında mərhələsində formalaşmışdır, bəli, doğrudur. İki okyanus toplayıcı hövzəsində yerləşir, bu da doğrudur, ona görə bunu da pis qoyuruq. Yaşıl Burun adası tropik işlama qurşağında yerləşir, Mavritaniya məxsusdur, bu da səhvdir, Kobe Verde. İndi burada nə yazmışdı? Uyğunluq yazmışdı, yoxsa uyğunsuzluq? Uyğunluq gözlənilmişdir. Onda olacaq 3, 4 və 5. 3, 4, 5 C bəndi. Yə baxırıq. Uyğunluğu müəyyən edir. Gəncə Daşkəsən iqtisadi rayonu, yarımsəhra və quru çöl mülayim isti iqlim, soyuq və dağ tuntay iqlim tipinə rast gəlinir. Bu doğrudur. Əqiq, gips və kürt kolesterinə fayda qazıntıları ehtiyatına malikdir. Bəli, bu da doğrudur. Ərazisindən Kür, Qanıq və Qabırı çayları axır. Samux tərəfdən, bəli, doğrudur. Demək, Şəki Zaqatala 5 iqtisadi rayonla və 2 xarici ölkə ilə həmsərhəddir. 2 xarici ölkə ilə həmsərhəddir, amma 5 iqtisadi rayonla yox, 4 iqtisadi rayonda. Yarımsəhra quru çöl iqlim tipinə rast gəlinmir yazıb. Gəlinmir, bu da yanlışdır, ona görə olub gəlinir əslində. Məlkəmud dağı yerləşir, bəli, Şəki rayonunda, bu doğrudur. Lənkəran 2 tektonik zonada yerləşir, bəli, doğrudur. Kiçik qazınan Kür tektonik zonasında yerləşir. Ərdəbil şəhəri ilə müqayisədə Təbriz şəhərinə daha yaxındır Lənkəran. Bu yanlışdır. Ərdəbilə daha yaxındır. Ölkəmizdə günəş şüaları ən böyük bucağın düşdüyü məntəqədə yerləşir. Bəli, Astara rayonunda. Bu da doğrudur. Demək, nə oldu? 1-ə A, B, C, 1-ə oldu A, B, C, 2-ə sadəcə C, 3-ə də A, C. Yəni, C bəndi. 25-ə baxdıq, 26-ya baxaq.
Doğru fikirləri müəyyən edin. Miqyası 1/222 milyon olan dünyanın siyasi xəritəsində bütün ölkələr eyni dərəcədə təhrif olunur. Bu yanlışdır, çünki bütün ölkələrdə eyni təhrif ola bilməz. Qütb ətrafı və ekvator boyunda yerləşən təhrif fərqlidir ona görə. Müddətindən və yaranma səbəbindən asılı olmayaraq bütün küləklər şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyildir. Bəli, bu ikinci dəfə düşür olimpiya suallarına. Bu doğrudur. Cənub yarımkürəsində mülayim iqlim qurşağının 3 tipinə rast gəlinir. Səhvdir. Cənub yarımkürəsində mülayim dəniz və mülayim kontinentə rast gəlinir. Ona görə bu yanlışdır. Kontinent tipi yoxdur. Atmosfer, həm də muson tipi yoxdur. Atmosfer təbəqəsinin bütün qatlarında aerotermik pillə eynidir. Xeyr, əvvəl azalır, sonra artıb, bu şəkildə ardıcıl davam edir. Biyogenə qədərki mərhələ coğrafi təbəqənin ən uzun zaman davam edən mərhələsində bu doğrudur. Kriptozoiyanın əhatəsidir də bu. Nafta təşkilatı üzv olan bütün ölkələr federativ inzibati quruluşuna malikdir. Bəli, Kanada, ABŞ və Meksika. Demək, doğru cavab 2, 5, 6. 2, 5, 6 A bəndi. 27-yə baxırıq. Hansı fayda qazıntıların satışı nəticəsində digər sahələr tənəzzülə uğraması Holland sindromu adlandırılmışdır? Bu, Hollandiyada olub, təbii qaza görə idi. Təbii qazın qiyməti birdən-bir aşağı düşür və iqtisadiyyat durğunluq keçilir. 28-ə baxırıq. Rusiya Federasiyası və Fransa üçün səciyyəvi olan xüsusiyyətləri, hansı xüsusiyyətlər İtaliya üçün səciyyəvi deyil? Aha. BMT Təhlükəsizlik Şurasının daimi üzdür. İtaliya daimi üzv deyil. Ona görə biri götürürük. Alt qırışıq mərhələsində yaranan dağlar mövcuddur. Alt qırışıqdan bu doğrudur deyə, yəni İtaliyada da var. Ona görə bunu götürmürük. Mülayim dəniz iqlim tipinə rast gəlinir. Mülayim dəniz. Burada mülayim dəniz iqlim tipinə rast gəlinir. Bəli, burada Rusiyada və Fransada mülayim dəniz var. Rusiyada elə ki, Kamçatka tərəfdə, Fransada da Fransanın şimal qərbində. Amma İtaliyada yoxdur. Ona görə 3-ü götürürük. Qeyri-ümumi ölkələr qrupuna daxildir. Bu yanlışdır. Yəni, hər üçü də daxildə götürmürük. Fərqli olması lazım Fransa ilə Rusiyanın. Demək, 3 yarımkürədə yerləşir. Bəli, Fransa ilə Rusiya 3 yarımkürə yerləşir, amma İtaliya xeyr. Ona görə bunu götürürük. Tayqa təbii zonası rast gəlinir. İtaliya tayqa yoxdur, Fransada yoxdur. Ona görə bu da yanlışdır. Yəni, söhbət burada nədən gedir? Rusiya və Fransada olan, amma İtaliya aid olmayan. Ona görə oldu 1, 3, 5. A bəndi. 1, 3, 5. Doğru olmayan fikirləri müəyyən edin. 29-cu suala baxırıq. Rusiya Dağıstan Respublikasında türk dilli xalqlar yaşayır. Xalqlar yaşayır, bəli, doğrudur bu. Yəni, orada bir doğru götürəcəyik. Bizdən də olmayanlar istəyir. Mərakeş həm şərq, həm də qərb yarımkürəsində yerləşir. Bu yanlışdır. Əlcəzair göstərici olardı. Etanol, biodizel, granul, biyonacaq maye növünə aiddir. Granul, xeyr, maye növünə aid deyil. Bütün köçürülmə kapitalist ölkələr Böyük Britaniya müstəmləkəsi olmuşdur. Xeyr, məsələn, İsrail olmamışdır. Albaniya, Yunanistan, Serbiya, Qaradəniz təşkilatına üzv ölkələrdir. Bəli, doğrudur. Burkina Faso İslam Əməkdaşlıq Təşkilatına üzdür. Bəli, bu da ikinci dəfədir. Bu səhvləməsə keçən dəfə finala düşmüşdü. Demək, 1, 5, 6. Bir dəqiqə. 1, olmadı. Burada nə oldu? Üzr istəyirəm. 1, 5, 6 doğrudur. Doğru olmayanlardır da. Onda olacaq 2, 3, 4. 2, 3, 4. Belə cavab. 2, 3, 4. Y bəndi. Deyəsə, artıq yorulmağa başladıq. Doğru fikirləri müəyyən edin. Ağsu inzibati rayonu ilə həmsər olan heç bir ölkənin, heç bir inzibati rayonu xarici ölkə həmsər deyil. Ağsu, bəli, doğrudur bu. Filiz fayda qazıntı ehtiyatları yalnız dağlı ərazidə rast gəlinir. Təbii ki, bu yanlışdır. İl ərzində
düzənliklə rast gəlinir. İl ərzində fəal orta temperatur, qala temperaturun cəmi 2000 dərəcədən aşağı olan əkinçiliyi inkişaf etdirmək demək olar ki, mümkün deyil. Bu yanlışdır. Bütün materiklər mülayim işıqlanma qurşağında yerləşir. Bəli, tropiklər keçir deyə. Şimal tropiki, şimaldakıları, cənub tropiki, cənubdakıları kəsir. Ona görə avtomatik mülayim işıqlanma qurşağına düşür. Zəngəzur Milli Parkı Ordubad, Şahbuz və Babək inzibati rayonları arasında yerləşir. Burada Babək səhvdir, çünki Zülfan arasında yerləşir. Yanlışdır. 2025-ci ildə COP30 tədbirləri Braziliyada keçiriləcək. Doğrudur. Keçirildi daha doğrusu. Onda 1, 4, 6. 1, 4, 6 B bəndi. Belə, çox sağ olun. Növbəti izahında inşallah görüşürüz.